Azərbaycan xalqına da təşəkkürü bildirirəm ki, müharibə dövründə bir yumruq kimi birləşib orduya dayaq oldu, mənə arxa oldu və bunun hesabına biz düşmənin başını əzdik, qələbə çaldıq və bundan sonra qalib xalq və müzəffər ölkə kimi əbədi yaşayacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Hörmətli tədbir iştirakçıları, bugün Azərbaycanın bütün bölgələrində Zəfər günü təntənəli şəkildə qeyd olunur. Sabah isə Azərbaycanda dövlət bayrağı
Teşekkür ederim. Bayramınız mübarek olsun.